Salam əziz yoldaşlar, əziz beşincilər, hər birinizi xoş gördük. Sizinlə biz 8-ci bölmədə tarixdə qadınlar mətninə və söz birləşməsi ilə bağlı, dil qaydaları ilə bağlı mövzuların izahlarına baxmağa çalışacağıq. İzahdan öncə yoldaşlar, sizdən xahişim var, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın, zəhmət olmasa. Mətni yəqin ki oxuyubsuz, oxumayanlar da tarixdə qadınlar mətnini videonu saxlayaraq oxuyub, sonra onun izahlarına birlikdə baxa bilər. Başlayırıq. Söz boxçasında olan bu sözlərlə bağlı onların izahı. Əcdadlarımız, bizim əcdadlarımız. Əcdad nədir? Yəni ata baba, ulu babalar bizim əcdadlarımız sayılır. Sonra xaqan. Xaqan isə padşah, hökmdar, ümumiyyətlə tituldur da xaqan. Padşaha, hökmdara xaqan deyilir. Kitaba isə elə burada var. Bizdən onun izahını da istəyəcəklər. Daş üzərində oyma üstündə yazılmış mətn kitabə adlanır. Qədim kitabələrdə məsələn deyir ki, müəyyən məlumatlar verilmişdir və s. kimi cümlələrdə də işlətmək olur. Türbə isə yoldaşlar, türbə qəbir, məzar, bu belə deyə də seçilmiş o şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək üçün onların qəbirlərin üzərində müəyyən bir tikililər olur. Bu türbə adlanır. Sonra təzim etmək. Təzim etmək isə itaət etmək, boyun əymək mənalarını ifadə edir. Məsələn deyir ki, vəzir şahın qarşısında təzim edərək fikirlərini bildirməyə başladı. Bəylərbəyi. Bəylərbəyi isə əyalət hakimidir. Böyük ərazinin idarə edən şəxs mənalarını ifadə edir bəylərbəyi. Keçirik növbətiyə. Söz, aşağıdakı söz ehtiyatları ilə bağlı. Aşağıdakı söz boxçasındakı hansı sözə aiddir? Daş üzərində oyma üstündə yazılmış mətn. Belə mətnlər əksərən qədim dövrə aid olan qəbirdaşların üzərində yazılıb. Bu hansı idi? Kitabə sözüdür. Kitabə. Sonra mətndə fərqləndirilmiş yağmalanmaq sözünün yaxın mənalı sözlər. Yağmalanmaq talamaq mənasını ifadə edir. Mətndə bax buradadır. Qazan xanın evi, yurdu yağmalanır. Xəzinəsini ələ keçirirlər. Yağmalamaq, talamaq, qarət etmək mənalarına gəlir. Yəni soymaq, qarət etmək, talamaq mənalarını ifadə edir. Sonra kontekstdən çıxış edərək söz sahibi olmaq ifadəsinin mənasını izah edin. Deməli, baxırıq cümlədə. Burada deyir ki, türk qadınları, qədim türk qadınları dövlət işlərində söz sahibi olublar. Yəni müəyyən hüquqları olub, idarəçilikləri olub. Dövləti idarə edə bilər, söz sahibi olmaq o anlama gəlir. Sonra düşün və cavab ver hissəsində mətnə əsasən bəhs olunur. Fikrinizi əsaslandırın. Qədim türk dövlətlərin idarəçilik sistemindən bəhs olunur mətndə. Elə burada var. Deyir ki, dövlət idarəsində qadınların rolu. Qadınların rolunda, idarəçilikdə qadınların rolundan danışılır. İdarəçilik sistemindən danışılır. Deyir ki, qədim türk qadınları dövlət işlərində söz sahibi olublar. Monqolistanda tapılan 7-ci əsrə aid daş kitabələrdə dövlət işlərini bilən xatunlardan bəhs edilir. Bu abidələrdə vacib qərarlar xaqan və xatun buyurur sözlərlə başlayır. Deməli, vacib qərarlar verilmişlər qadınlar. Sonra söz sahibi olublar dövlətin idarə edilməsində və s. kimi bunu yaza bilərik. Sonra qədim türk toplumunda qadınların fəal rolu və nüfuzundan belə deyək də nüfuzları olub. Ondan da danışır mətndə. Elə məsələn dövlət idarələrinin idarəçiliyində iştirak ediblər. Sonra digər belə deyək burada var. Deyir ki, başqa ölkələrdən gələn elçilərin qəbulu zamanı xatun xaqanın yanında olar, öz fikrini bildirərmiş. Yəni onların müəyyən bir nüfuzları olub. Bunun haqqında da müəyyən bir məlumatlar var mətndə. Qədim türklərin yaşayış tərzindən, adət-ənənələrindən də var müəyyən qədər. Məsələn, deyir ki,
adətə görə müharibə vaxtı düşmən qız gəlinlərinə ABC analara əl qaldırmazdılar. Onların bu adəti var idi. Türklər düşmən tərəfindən qadınlara mərhəmətlə yanaşırdılar. Və yaxud da türklərin adətinə görə müharibə vaxtı qadınları düşməndən qorumaq vacib şərt idi. Bu məqsədlə qalalar tikilərmiş və s. kimi fikirləri ortalığa çıxartmaq olar. Bu düşüncə ver hissəsinə uyğun olaraq. Sonra B-də deyir ki, mətn müəllifinin mövzu ilə bağlı yürütdüyü mühakimələr. Mühakimə fikirdir də, ideya, mühakimə, fikir. Mühakimələri oxuyun, öz fikirlərinizi əsaslandırmaq üçün hansı argumentdə sübut istifadə edir. Deməli, nümunə kimi birin veriblər. Qədim türk qadınları kişilərlə birlikdə çiyin-çiyinə döyüşmüşlər. Bunu belə deyir, qədim Roma yazılı abidələrindən görə bilirik. Harda? Bu deyir 65-ci ildə qadınlar silahlanıb yadellərə qarşı döyüşmüşlər. Roma qoşunlarının Azərbaycan hücumu zamanı. İndi görək növbəti mühakimələr hansılardır? Müharibələr zamanında türklər ilk növbədə öz qadınlarını düşməndən qoruyurdular. Bu doğru mühakimədir. Necə bunu arqument gətirə bilərik? Baxın, burada var ki, türklərin adətinə görə müharibə vaxtı qadınlar düşməndən qorumaq vacib şərt idi. Bu məqsədlə qalalar tikirlər və döyüşdən qabaq qız gəlinləri oraya yerləşdirilmişlər. Bu da bizim argumentimiz. Mətnə əsasən argument irəli sürürük. Doğrudan da bu beləymiş. Qalalar tikiblər və qadınları oraya yerləşdiriblər. Türk qadınların dövlətin idarə olunmasında iştirak edirlər. Bunu necə sübut eləyə bilərik, yoldaşlar? Deməli, baxın, burada deyir ki, qədim türk qadınları dövlət işlərində söz sahibi olublar. Bunu da argument kimi gətirə bilərik. Bir də dövlətin idarə etməsində xidmətləri olan el arasında sahib seçilən qadınlar şərəfinə türbələr bu aidiyyəti yoxdur. Deməli, bir də burada var idi. Deyir ki, başqa ölkələrdən gələn elçilərin qəbulu zamanı xatun xaqanın yanında olur, öz fikirlərini bildirərmiş. Deməli, burada da var ki, deyir ki, 10-cu əsr ərəb səyyahı İbn Fadlan yazır ki, türklərin adətinə görə ziyafətlərdə xatun hökmdarın sol tərəfində oturur, görüşləri dinləyir və fikirlərini söyləyirdi. Sonra türklər ananı müqəddəs hesab edirdilər. Bu da doğru mühakimədir. Bunu necə əsaslandıra bilərik? Deməli, baxın, burada anaya məhəbbət hissəsində deyir ki, qədim türklər ana haqqı, tanrı haqqı deyib anaya böyük ehtiram göstərirlər. Ata yurda gələn övlad əvvəlcə anasını təzim edib əlindən öpər. Sonra atası ilə görüşərdi. Bu bir argument kimi verilə bilər. Bir də burada Qazan xan öz anasını istəyir düşməndən təkcə. Başqaları deyir ki, sənin olsun, amma anamı ver. Bu Salur Qazanın evinin yağmalanması boyu hissəsində olan parçadandır. Bunu siz böyük siniflərdə keçəcəksiniz ədəbiyyatdan. Deməli, bunu da argument gətirdi. Türklər görkəmli qadınlar adlarını əbədiləşdirdilər. Bəli, bunu necə deyə bilərik? Deyir ki, dövlət idarə etməsinə xidmətlər olan və el arasında sayılıb seçilən qadınlar şərəfində türbələri məscidlər tikilərmiş. Məsələn, Əmir Teymur nəslində olan Cahanşah öz xanımını Mümtaz Mahal Banu bəyəm şərəfində türbə tikdirmişdi. Hindistanda yerləşən Tac Mahal adlanan bu türbə dünya memarlığının şah əsəridir. Deməli, adlarını əbədiləşdirmək üçün türbələr və s. kimi məscidlər, türbələr tikdirərmişlər. Sonra deməli, yoldaşlar, dinləmə mətni var burada. Kitabın əvvəlində QR koddan oxudub o dinləmə mətnlərini qulaq asmaq olur. Orada Kitabı Dədə Qorqud və Qanlı Qocaoğlu Qanturalı bu oyunu dinləyin. Ona əsasən müəyyən bir tapşırıq verilib, onu cavablandırmalıyıq. Deməli, bizə deyir ki, Selcan xatunun timsalında qədim dövrdə qadının ailə və cəmiyyətdə rolu ilə bağlı mühakimələr yürüdün və uyğun epizodlardan arqument gətirərək fikirlərinizi əsaslandırın. Deməli, yoldaşlar, qadınlar o vaxt, belə deyək də, sədaqət rəmzi kimi mənalandırıla bilər. Sədaqət rəmzi və yaxud da igidlik göstəricisi kimi idi. Bunu necə əsaslandıra bilərik? Məsələn, elə o
deyir ki, dinləmə mətnində deyir ki, igid, qorxmaz, döyüşkən bir qadın idi. Onun döyüşkən olduğunu necə şahid oluruq? Orada Qanturalı yatmışdı və düşmən onları belə deyək hücuma keçir. O zaman bu ayıq idi və onlarla döyüşə başlayır və Qanturalını tək qoymur. Əksinə Qanturalının belə deyək də ölümdən xilas edir. Belə bir arqumentlər gətirmək olar. Yəni igidliyini nümunə kimi və yaxud da elə onun sədaqəti idi ki, o Qanturalını qoyub getmir. Onunla birlikdə axıra kimi döyüşür düşmənlərlə. Sonra yazı tapşırıqları var burada. Bizdən esse yazmaq istəyir. Yazı tapşırıqları. Sonra burada oxu bacarıqlarını təkmilləşdirmək üçün, məlumat əldə etmək üçün türk qadınları və yaxud da onlar haqqında məlumat verilib. Bunları oxumaq lazımdır. Sonra keçirik indi biz dil qaydaları ilə bağlı olan izaha. Deməli yoldaşlar, söz birləşmələri hissəsinə başlayırıq. Söz birləşməsi nədir? İki və daha artıq leksik mənalı sözün məna və qrammatik cəhətdən birləşməsindən yaranan birləşmələrə söz birləşməsi deyilir. Leksik məna nədir? Leksik məna odur ki, sözü deyərkən biz nəyi başa düşürük? Əgər dediyimiz sözü başa düşürük, mənası varsa, deməli bunun leksik mənası var. Əsas nüqsələrinə aid olan sözlərin leksik mənası olur. Köməkçilərin isə leksik mənası olmur. Məsələn deyirəm ki, kitab vərəqi. Kitab vərəqi. Bu söz birləşməsidir. İki sözün birləşməsindən yaranıb söz birləşməsidir. Kitab sözündə leksik mənası var, vərəq sözündə leksik mənası var. Bunların birləşməsindən yaranan söz birləşməsi adlanır. Söz birləşməsi belə deyək, ayrı yazılmalıdır. İndi tapşırıqlara baxırıq. Söz birləşməsinə aid məsələn nümunələr deyək, tutaq ki, deyirik dağ havası. Görürük ki, ən azı 2 leksik mənalı söz olmalıdır və ayrı yazılmalıdır ki, bu söz birləşməsi olsun. Və yaxud da küçədəki adam. Görürük ki, bunlar söz birləşmələridir. Sonra tapşırıqlara baxdıqca müəyyən bir anlayışınız yaranacaq söz birləşməsinə bağlı. Şəkillərdə gördüyünüz topları elə adlandırın ki, bir-birindən fərqləndirmə mümkün olsun. Bu görürük ki, futbol topu. Futbol topu. Bu futbol topudur. Bu basketbol topudur. Basketbol topu. Bu böyük ehtimal voleybol topudur. Topu. Ayrı yazmalıyıq topunu. Voleybol topu. Bu da məncə bu golf topu olacaq. Topu. Bunları ayrı-ayrı adlandırdıq və hər biri söz birləşməsi şəklində adlandırdıq. Sonra keçirik növbətiyə. Sxem. Nitq vahidləri. Nitq vahidləri sözdür, söz birləşməsidir, cümlədir. Deyir ki, xüsusiyyətləri verib, anlayışı ifadə edir, məna bildirir. Məsələn, top. Top bir sözdür. Sözdür. Yəni, söz birləşməsi olmaq üçün ayrı yazılmalıdır. 2 və daha artıq sözün birləşməsi olmalıdır. Məsələn, top və yaxud da nə deyirik? Kitab, nə bilim, insan və s. Getmək, gəlmək, yatdı, sabah, dünən və s. O qədər yəni sözlər demək olar. Anlayış ifadə edir, məna bildirir. Mənanı konkretləşdirir. Futbol topu. Bax, məsələn, dedik top, onu biraz da konkretləşdirir. Hansı top? Futbol topu. Bu biraz da konkretləşdirir. Məsələn, kitab, bunu deyirik ki, məsələn, riyaziyyat kitabı. Biraz da konkretləşdirdik kitabı. Sonra, cümlə isə, yoldaşlar, cümlə isə anlayışla bağlı bitmiş fikri ifadə edir. Bitmiş fikri ifadə edən sözə və ya söz birləşməsinə cümlə deyilir. Sözlə söz birləşməsi belə deyil, bitmiş bir fikir ifadə eləmir, amma cümlə isə bitmiş bir fikir ifadə edir. Məsələn, top qapıdan keçdi. Nöqtə, bu oldu cümlə. C-dəki tapşırığa baxırıq. Hansı cümlədə söz birləşməsi, hansında mürəkkəb söz işlənmişdir? Fərqi izah edin. Boşqaba yemək qoyuldu. Bax, burada boşqab nədir? Mürəkkəb sözdür. Çünki mürəkkəb söz birləşmələri ayrı yazılır. Bu görürük bitişik yazılır. Bitişik yazılanlar isə
Mürəkkəb sözdür. Söz birləşməsi ola bilməz bitişik yazılan. Boşqab burada mürəkkəb sözdür. Amma bu boş qaba su doldurur. Burada boş qab isə söz birləşməsidir. Ayrı yazılıb və söz birləşməsi şəklində yazılıb. Hər bir sırada söz birləşmələri müəyyən edin. Bax, günəş işığı söz birləşməsidir. Dəvə karvanı söz birləşməsidir. Kəndə çatdığı isə cümlədir. Bu söz birləşməsi deyil. Bu bitmiş fikir ifadə edir. Üçbucaq mürəkkəb sözdür. Bitişik yazılıb, bu mürəkkəb sözdür. Mürəkkəb söz. Söz. Sonra hansı dadlıdır? Bu cümlədir. Hava istidir. Cümləlidir. İrəlidədir. Cümlədir. Geniş park isə söz birləşməsidir. Rəngarəng mürəkkəb sözdür. Quş səsi gəlir. Baxın, burada bu cümlədir. Amma burada quş səsi söz birləşməsi işlənib cümlənin daxilində. İncəsənət sözdür. Otaq genişdir. Bu cümlədir. Peşəkar sənətkardır. Peşəkar sənətkardır. Cümlədir. Sonra daşkəsən. Daşkəsən sözdür ümumiyyətlə. Abadlaşan küçə. Bu isə mürəkkəb. Abadlaşan küçə belə deyək, söz birləşməsidir. Ev haradadır? Bu isə cümlədir. Yadda saxla hissəsində dil qaydalarına bağlı məlumat verib. Deyir ki, söz birləşməsi leksik mənası olan iki və daha artıq sözün birləşməsindən əmələ gəlir. Anlayışları daha konkret ifadə edir. Dedi, leksik məna nədir? Sözü deyərkən nəyisə başa düşürsə, deməli o sözün leksik mənası var. Məsələn, deyirəm, tutaq ki, kitab. Kitab sözün leksik mənası nədir? Oxumaq üçün bir ləvazimatdır. Bu onun leksik mənasıdır. Deməli, kitab sözü ilə söz birləşməsi yaratmaq olar. Xalça. Xalça bir sözdür. Muzeydəki xalça isə söz birləşməsidir. Xalça sözü anlayışı ümumi şəkildə adlandırır. Muzeydəki xalça söz birləşməsi isə anlayışı daha konkret, dəqiq ifadə edir. Yəni, mağazadakı və ya evdəki xalça deyil, məhz muzeydəki xalça nəzərdə tutulur. D-də, qabdakı qırmızı alma söz birləşməsindən əks etdirən şəkil müəyyən edin. Bu, belə deyək, bu şəkildir. Bunları adlandıraq. Məsələn, budaqdakı meyvə, budaqdakı meyvə, yaxud da ağacdakı meyvə və s. Bu, məsələn, qabdakı sarı alma. Bunu belə adlandırdıq, bu şəkili. Sonra, qızın əlindəki alma. Bunu belə söz birləşməsi ilə adlandırdıq. Göy rəngli sözlərə mötərizəli sözləri əlavə etməklə söz birləşməsi yaradın. Uçuş, kosmosa. Yazırıq. Kosmosa uçuş. Kosmosa uçuş. Və yaxud da Londona uçuş. Belə söz birləşməsi yaradırıq. Qurtaranda sözü söhbət qurtaranda. Sonra kino qurtaranda. Bu formada bunları söz birləşməsi şəklinə salacağıq. Deməli, kosmosa uçuş, Londona uçuş və söhbət qurtaranda, kino qurtaranda. Sonra növbəti tapşırığı nə verir? Göy rəngli sözlər söz birləşməsinin əvvəlində yoxsa sonunda işlənir. Bunlar sonda işlənir, gördük ki. Hər bir birləşmədə hansı söz əsas mənanı ifadə edir, mənanı konkretləşdirir. Deməli, bu yadda saxla hissəsini bir oxuyaq, ondan sonra biz müəyyən eləyəcəyik ki, bizdən bunda nə istəyir. Bax, yadda saxla deyir ki, söz birləşməsinin iki tərəfi olur. Aslı tərəf, əsas tərəf. Evin pəncərəsi. Bax, ikinci tərəf, bu tərəf əsas tərəfdir. Bu tərəf, pəncərəsi sözü. Evin sözü isə aslı tərəfdir. Söz birləşməsinin aslı tərəfi əsas sözdən əvvəl gəlir və onu müxtəlif cəhətdən izah edir. Deməli, sonra növbətini yeni cümləni oxuyaq. Aslı tərəf bir neçə sözdən ibarət ola bilər. Bu zaman məna daha da dəqiqləşir. Məsələn, məktəbimizin 5-ci sinif şagirdi. Deməli, baxın, bizə deyir ki, əsas mənanı ifadə edir. Əsas mənanı ifadə edən onun, belə deyək də, əsas tərəfidir. Məsələn, Londona uçuş. Bu uçuş əsas tərəfdir. Londona isə aslı tərəfdir. Mənanı konkretləşdirirsə,
Londona sözüdür. Söz birləşməsinin aslı və əsas tərəfini müəyyən edin. Aslı tərəfini dəyişməklə yeni söz birləşməsi yaradın. Deməli, həyətin qapısı söz birləşməsidir. Düzdür? Bu aslı tərəfi dəyişirik. Yazıram evin qapısı. Qapısı. Yeni bir söz birləşməsi yaratdım. Yorğun görünən. Bu yorğun görünən söz birləşməsidir. Bunun aslı tərəfi hansıdır? Yorğun sözdür. Bunu dəyişirəm. Məsələn, deyirəm gümrah görünən. Bu formada söz birləşməsi yaradıram. Vətənə məhəbbət. Bu söz birləşməsidir. Bunu dəyişirəm. Deyirəm ki, burada aslı tərəf hansıdır? Vətənə sözdür. Vətəni dəyişirəm. Deyirəm ki, yurda məhəbbət, ölkəyə məhəbbət, anaya məhəbbət, ataya məhəbbət və s. kimi dəyişə bilərəm. Qiymətli hədiyyə. Bizdən əsas vasitə tərəfləri müəyyən edin. Dedi ki, əsas tərəf hansıdır? İkinci tərəf, yəni hədiyyə sözü. Aslı tərəf isə qiymətli hədiyyədir. Bunu dəyişirik. Deyirəm ki, bahalı hədiyyə və yaxud da ucuz hədiyyə və yaxud dünənki hədiyyə kimi dəyişə bilərik aslı tərəfləri. Babamdan yadigar. Əsas tərəf hansıdır? Yadigardır. Babamdan isə aslı tərəfdir. Dəyişirəm, deyirəm atamdan yadigar. Məsələn, eldən yadigar və s. Babamdan yox, nənəmdən yadigar və s. dəyişə bilərik. Tar çalmaq. Burada çalmaq əsas tərəf, tar isə aslı tərəf. Deyirəm məsələn, gitara çalmaq, piano çalmaq və s. deyə bilərəm. Musiqi çalmaq və s. dəyişə bilirəm. Qocaya hörmət. Burada hörmət sözü əsas tərəfdir, qocaya isə aslı tərəfdir. Yaşlılara hörmət, böyüklərə hörmət, müəllimlərə hörmət və s. kimi dəyişə bilərəm. Növbədə gözləyən. Gözləyən sözü əsas tərəf, növbədə isə aslı tərəfdir. Məsələn, dəyişirəm, deyirəm küçədə gözləyən, bizi gözləyən, dünən gözləyən, məsələn, adamı gözləyən və s. kimi dəyişə bilərəm. Sərin hava. Hava əsas tərəf, sərin aslı tərəf. Deyirəm ki, soyuq hava, sonra can sıxıcı hava, sonra buludlu hava və s. Verilmiş feillərə elə söz artırın ki, feil söz birləşməsinin əsas tərəfi olsun. Aha, sevindirmək, hazırlamaq. Məsələn, deyirəm ki, uşaqları sevindirmək. Uşaq sevindirmək. Bu söz birləşməsi yaratdım. Hazırlamaq. Dərsi hazırlamaq. Yaratdım. Köçürmək. Yazını köçürmək. Oynamaq. Oyun oynamaq. Yaşamaq. Məsələn, deyirəm gözəl yaşamaq. Qayıtmaq, evə qayıtmaq. Göndərmək, məktub göndərmək. Gözləmək, adam gözləmək. Və s. kimi görürsünüz necə rahatlıqla söz birləşməsi yaratmaq mümkün oldu. Növbəti tapşırıq. Cümlədəki söz birləşmələrini seçin. Aslı və əsas tərəfi müəyyənləşdirin. Əsas tərəf hansı idi? İkinci tərəf, aslı tərəf isə birinci tərəf. Kəndə çatanda güclü yağış yağırdı. Bax, güclü yağış bir söz birləşməsi. Burada əsas tərəf hansı olacaq? Yağış, aslı tərəf güclü. Kəndə çatanda bir dənə söz birləşməsi. Çatanda əsas tərəf, kəndə aslı tərəf. Xarici qonaqlarda görüşdük. Xarici qonaqlar söz birləşməsidir. Qonaqlar əsas tərəfdir, xarici aslı tərəfdir. Sonra yaxınlıqdakı yeməkxanada yer yox idi. Bax, yaxınlıqdakı yeməkxana söz birləşməsidir. Yeməkxana əsas tərəf, yaxınlıqdakı aslı tərəf. Cıdır düzündə Novruz tonqalı qalandı. Novruz tonqalı söz birləşməsidir. Tonqalı əsas tərəfdir, Novruz aslı tərəfdir. Cıdır düzü. Düzü əsas tərəfdir, cıdır aslı tərəfdir. Birinci olmaq hamının arzusudur. Birinci olmaq mürəkkəb sözdür. Hamının arzusudur. Arzusudur. Əsas tərəf, hamının aslı tərəf. Bakı qədim şəhərdir. Qədim şəhər söz birləşməsidir. Şəhərdir. Əsas tərəfdir, qədim aslı tərəfdir. Növbəti sonuncu tapşırığımız verilmiş söz birləşmələrinin tərəfləri arasında söz artırıb yazın. Bu zaman mənanın dəqiqləşdiyinə diqqət edin. Ayın işığı. Bunun arasında söz artırın. Məsələn, ayın parlaq işığı. Dənizin suyu, dənizin duzlu suyu. Mənim müəllimim, mənim məsələn savadlı müəllimim və yaxud da qayğıkeş müəllimim. Məktubun çatması, məktubun ünvanına çatması. Paltarın keyfiyyəti, paltarın məsələn yaxşı keyfiyyəti.
yaxud da paltarın gözəl keyfiyyəti. Atamın pencəyi, atamın məsələn qara pencəyi. Vətənimin torpağı, vətənimin tutaq ki, nurlu, bərəkətli, dəyərli torpağı. Toyda oynamaq, məsələn toyda mahnı oynamaq və yaxud da toyda yallı oynamaq və s. Məktəbin həyəti, məktəbin geniş həyəti, məktəbin çiçəkli həyəti və s. kimi genişləndirmək olar. Bu qədər hər birinizə uğurlar.